Salam əziz şagirdlər. Bu video dərsdə biz sizlərlə atmosfer təzyiqinin ölçülməsi mövzusu ilə tanış olacağıq. Aristotel demişdi ki, təbiət boş yerdən qorxur. Aristotel həqiqi bir boşluğun, maddədən məhrum bir boşluğun ola bilməyəcəyini iddia etmişdi. Amma Aristotel yanılmışdı. Vakuum barometrin əsas komponentidir. Atmosfer təzyiqini ölçmək üçün istifadə olunan cihaza barometr deyilir. Bəs barometr necə işləyir və necə kəşf olunmuşdu? Aristotel və digər elm adamlarının vakuumun mümkünsüzlüyü ilə əlaqədar fikirləri gündəlik həyatda da özünü doğrultmuşdu. 17-ci əsrin əvvəllərində İtalyan mədənçiləri ciddi bir problemlə qarşılaşdılar. Nasosların suyu qaldıra bilmədiyini gördülər. O dövrdə bəzi alimlər, o cümlədən Galiley, borudan hava sormağın boşluğu əvəz etmək üçün suyun yüksəlməsinə səbəb olduğu fikrini irəli sürdü. Ancaq onun qüvvəsi məhdud idi. 10,3 metrdən çox su qaldıra bilmirdi. Bununla belə hələ də vakuum mövzusu müzakirə edilirdi. Daha sonra Galiley Bertiyə sadə, lakin parlaq bir təcrübə aparmaq üçün rəhbərlik etdi. Berti uzun su ilə dolu bir borunu dayaz bir hovuzun içərisinə daxil etdi. Daha sonra həmin borunun alt ucunu açdı. Su həmin hövzəyə töküldü. Boruda qalan suyun səviyyəsi 10,3 metr idi. Üst hissəsinə bir boşluq qaldı. Və boruya hava girmədən Berti birbaşa sabit bir boşluq yaratmağı bacardı. Bu vakuum ehtimalı olsa da, Galileyin bu fikri hamını qane etmirdi. Galileyin gənc dostu və şagirdi Torricelli problemə fərqli bir bucaqdan baxmağa qərar verdi. Borunun içərisindəki boşluğa diqqət etmək əvəzinə, öz-özünə suya başqa nə təsir edə bilər sualını verdi. Su ilə təmasda olan yeganə şey hovuzu əhatə edən hava idi. Havadan gələn təzyiqin, borudakı suyun səviyyəsinin düşməməsini qarşısını ala bilən yeganə şey ola biləcəyine inanırdı. İlk dəfə dolayı yolla atmosfer təzyiqini 17-ci əsrdə yaşamış İtalyan alimi Torricelli ölçmüşdü. Torricelli 100 sm uzunluğunda bir ucu lehimlənmiş şüşə borunu civə ilə doldurdu. Borunun açıq ucunu barmağı ilə qapıyıb, çevirərək civə olan geniş qaba daxil etdi. Civənin içərisində borunun ucundan barmağını götürdü. Bu zaman borudakı civənin az hissəsi qaba tökülmüş, çox hissəsi isə boruda qalmışdı. Torricelli bu təcrübəni dəniz kənarında, dəniz səviyyəsində və havanın temperaturunun 0 dərəcə Selsi olduğu gündə aparmışdı. Boruda qalan civə sütunun hündürlüyü təxminən 760 mm olmuşdu. Hadisə isə belə izah edilirdi. Geniş qabdakı civənin səthinə atmosfer, əks tərəfdən isə boruda qalan civə sütunu təzyiq göstərir. Qabdakı civə daşmadığından və borudakı civə tam boşalmadığından ümumi tarazlıq yaranır. Atmosfer təzyiqi borudakı civə sütunun təzyiqinə bərabər olur. Beləliklə, atmosfer təzyiqi boruda qalan 760 mm civə sütunun təzyiqinə bərabər olub, təxminən 105 paskala bərabərdir. Hesablamaq olar ki, 1 mm civə sütunun təzyiqi təxminən 130 paskala bərabərdir. Müşahidə olunmuşdur ki, civə sütunun səviyyəsi daim dəyişir. Deməli, atmosfer təzyiqi sabit deyil. O, hava şəraitindən asılı olaraq arta və ya azala bilər. Odur ki, boruya şaquli şkala bərkitməklə atmosfer təzyiqini ölçən sadə civəli barometr hazırlanmışdı. Atmosfer təzyiqi barometr aneroid vasitəsilə ölçülür. Biz artıq bilirik ki, yer atmosferi şərti olaraq müxtəlif təbəqələrə ayrılmışdı. Aparılan hesablamalara görə yer atmosferinin ümumi hündürlüyünün təqribən 0-10 min kilometr arasında, kütləsinin isə 5,2/10⁻15 ton olduğu ehtimal edilir.